şagirdlər üçün keçirilmiş monitorinqin izahına baxırıq. Qeyd edim ki, izahlarımız sizə faydalı olarsa kanala abunə olub, bəyənib və yorum yazmağı da unutmayın. Keçək 31-ci suala. Deyir, bağça 2 dənə hissəyə ayrılmışdır. Fərz eləyək ki, şagirdlər, belə bir bağçamız var bu formada. Bunu 2 hissəyə ayırıblar. Bax, bu formada ayırıblar. Deyir, birinci hissədə hər sırada 24 ağac. Hər sırada, bax, sırayla belə 24 dənə burada, 24 dənə burada, 24 dənə burada və bu formada da 15 dənə sıramız var. İkinci hissədə hər sırada 11 ağac olmaqla ümumi neçə dənə sıramız var? 30 dənə. Bizə deyir, bağçada cəmi neçə ağac var? Deməli, nə edərəm? 24'ü vuraram 15'e. Bax, hər sıradakı ümumi sıranın sayına vuraram və yenə 11'i vuraram 30'a və bunları başlayıram toplamağa. Deməli 24'ü 15'e vuranda yoldaşlar. Bax 24 bunu daha rahat etmək üçün 24'ten bir dənə 2 ayırırsınız. Bax olur 12 vur 2 vur 15. Bax onsuz da bu 24'ü verir də. Bu elə də 30. 30 12'ye vuranda elədi 360 üzerine gelinsin. 11'i də 30'a vuranda eləyir 330. 330 və toplamı da 690 olmuş oldu. Deməli doğru cavab bir də C variantı. Keçdik 32. Deyir, bir ədədi 3 dəfə artırıb üzərinə 5 əlavə etdikdə alınan ədəd 20 olur. Həmin ədəd yəqin ki, bu tənliyi ilə həll etməyi bilirsiniz burada. Biz bu ədədi bilmədiyimiz üçün bunu x götürürük. 3 dəfə artırırıq, olur 3x, yəni 3 vurulsun x. Üzərinə 5 əlavə etdikdə 20 alınırsa, 3x o zaman buradan 20'den 5'i çıxırıq, 15 qalır. X də buradan 5 qalmış olacaq. Deyir, həmin ədəd neçədir? Üzərinə 5 əlavə etdi, 20 alınır. Tamam, həmin ədəd 5 ədədiymiş. 3 dəfə artırıb üzərinə 5 gələndə. Keçdi 33-ə. Birinci bağlamada 3, digərində isə bundan 2 dəfə çox yağ paketi var. Birinci bağlama fərz eləyin. Birinci bağlamada 3 dənə. Birinci bağlama 3, digərində bundan 2 dəfə artıq yağ paketi. Yəni ikinci bağlamada artıq 2 dəfə çox deyəndə vurulur. 6 olmuş olur. Deyir, bir yağ paketinin kütləsi 200 qram olarsa, bax bunun bir dənəsi 200 qram olarsa, 2 bağlamada cəmi neçə qram yağ olar? Məsələnin həllinə uyğun ifadəni yazın. Deməli biz yoldaşlar burada nə etməliyik? Birinci bağlamada 3 dənə varsa, hərəsi də 200 qramdırsa, 3'ü vururuq 200'ə. Üzərinə gəlirik. Bir də 6'nı vururuq 200'ə. Buradan ortaq kimi deməli 200'ü çıxarda bilərik. Qalacaq buradan. Deməli 3 üzərinə gəlinsin 6 olmuş olacaq. İndi baxaq görək, bax buna aid hansıdır? Bax elə bu C variantı uyğun gəlir. Niyə C variantı? Şagirdlər, bu 3'dür, burada var. 2 vur 3 onsuzdaki 6 eləyəcək. O da burada var. 200'e vurublar. O da burada var. Doğru cevap o zaman C variantı. Keçdik 34'ə. Element bucağının tərəflərindən ayırdığı rənglənmiş hissə dairənin 5'də 1 hissəsidir. Element bucağının dərəcəsi neçə dərəcədir? Yoldaşlar, çevrə tamamı 360 dərəcə olan deməli bir fiqurdur. 360 dərəcə. Və bunun 5'də 1'i. 5'də 1'i nədir? Yəni 5'də 1 hissəsi. 360'ın 5'də 1 hissəsini tapmaq üçün 360'ı 5'də 1'ə vururuq. 5 ilə bu 360 gedir, qalır 72. Deməli oldu 72 dərəcə. Toplam oldu cavab A variantı 34'də. Keçirik 35-ci suala. 35-ci sualda deyir ki, yoldaşlar, radiusları eyni olan B və D mərkəzli çevrələr şəkildəki kimi C mərkəzli çevrənin daxilindən keçirilmişdir. Buna görə aşağıdakilərdən hansı yanlışdır? Bunların mərkəzləri eyni olduğu üçün şagirdlər, bu böyük çevrəyə baxsaz siz böyük çevrədə görərsiniz ki, buradan bura radiusdur. O zaman mən bu radiusu böyük çevrənin radiusudur, amma bax C-dən A-ya. Mən bu da axı radiuslar hesab olunur axı. Mən o zaman bura R yazım ki, qoy siz bunu rahatlıqla görəsiniz. Bura R yaza bilərəm, bura R yaza bilərəm. Doğrumu? Axı dedik, bu da radius hesab olunur və bunlar bir-birinə bərabərdir. Bunlar da R olur. İndi baxın, deyir AC, AC dediyi 2R'dir. 2R bərabərdir 2 vurulsun D'ye. D'nin də uzunluğu R'dir. 2 vurulsun R.
2R 2R bərabərdirmi? Bəli. Deməli A variantı doğrudur. Məndən yanlış olanı istəyir. Deyir AB SY-yə bərabərdir. Bax AB R-dir, SY isə 2R-dir. Deməli bu uyğun olar. Deməli AB R-dir, SY 2R-dir. Bu uyğun ola bilməz. Bu yanlışdır. AY 2 dənə BD-yə bərabərdir. Bax, AY 2 dənə BD-yə bərabərdir. AY-miz 4R-dir. BD-miz də, bax, BD-miz də 2R-dir. Bəli, 2R-i 2-yə vuranda onsuz da ki 4R verir. Bu da doğrudur. AY bərabərdir, yəni ümumi 4R-in bərabərdir. BC-nin 4 misli. Bu da doğrudur. Yəni bu R-dir, 4-ə vuranda 4R. A'yı da onsuz da ki 4'dir diye burada yanlış cevap olur B variantı. 10 minliklərə qədər yuvarlaqlaşdırdıqda 110 min alınan ədəd hansıdır? Bax 10 minliklərə qədər yuvarlaqlaşdırdıqda 10 minlik mərtəbəsi budur. Bundan sonraki rəqəm 8 olduğu üçün bu 2 olacaq, qalanları 0'a çevriləcək. Axı məndən 1100 istəyir. Daha doğrusu 110 min istəyir. Yəni o zaman bu olmaz. Keçdik buna. 0'a baxıram. 0'dan sonraki ədəd nədir? 4'dür. 4 olanda artmır. Elə bir 0 olarak da qalacaqdır. Bu olacaq yuvarlaqlaşsa 100 minə yuvarlaqlaşacaq bu. Deməli 100 minə. Deməli bu da olmayacaq. Keçdik 115 minə. Bura 1'ə baxıram. 1'dən sonraki 5'dir deyə. Bu bir vahid artmalıdır. Yəni burada 120 min alacaq deyə. 120 min olacaq. Deməli bu da yanlışdır. Amma bura baxın. 0'a baxırsınız. 0'dan sonra gələn 9'dur. Bir vahid artacaq. Olacaq 110 min. Doğru cevap D variantı. Devam edirik yoldaşlar 37. sualdan. Deyir ki 8100 bölünsün x, 8100 bölünsün x bərabərdir 360 plus 540. Biz 360 ilə 540'ı toplasaq, görər eləyir ki 800 900 eləyir. Buradan 900'ə bərabərdir. Bu tənliyi həll etmək üçün x də bərabərdir. Bax bölünən, bölən, qismət. Məchul böləni tapmaq üçün bölünəni, yəni 8100'ü biz 900'ə bölməliyik. Bax bunlar, bu sıfırların ixtisarı deyə möhtəşəm bir üsul var ki, siz onları ixtisar edə bilərsiniz. Eyni sayda sıfırı silə bilərsiniz bölmədə. 81'i 9'a böləndə cavab olur 9. Doğru cavab 37'də B variantı. Keçdik 38. Yoldaşlar 38'də nə deyir bizə? Deyir bir yük maşını 3 saat ərzində müəyyən qədər yol getdi. Bax təsəvvür edin ki A məntəqəsindən çıxıb B məntəqəsinə 3 saat yolda olub. 3 saat yolda olub. Ərzində müəyyən qədər yol getdi. Növbəti 3 saat ərzində yük maşınının sürətini 2 dəfə artırdılar. Bax tutaq ki burada deyək neyniyəcək? 10 ilə gedib də elə bir sürəti 10 olaraq götürürəm. 10 kilometr bölünsün saat sürətlə gedib. Fərz edin x də götürə bilərsiniz. Onun fərqi yoxdur. Növbəti 3 saat ərzində, növbəti 3 saatda da S-yə gedib sürəti 2 dəfə artırıblar. Bu 3 saatda da sürət 2 dəfə artanda 20 kilometr bölünsün saat olacaq. Deməli 2 dəfə artırılıb. Bu zaman yük maşınının getdiyi yolun əvvəlki yük maşınının getdiyi yol nə qədər olacaq? Bax, gedilən yol tapmaq üçün zamanı sürətə vurmaq lazımdır. Bu elədi AB məsafəsi. 3'ü vuracam ona, elədi 30. BC məsafəsi 3'ü vuracam 20, elədi 60. Toplamı ümumi AC lazım olduğu üçün bunları toplayaram. Oldu 90. 90 idi. Deyir ki, əvvəlki 3 saat ərzində getdiyi yolla müqayisə edin. Əvvəlki, yəni AB-də 30'dur. 30 və 90 arasındakı müqayisə nədir? Getdiyi yolun, bax 2 dəfə azdır, 3 dəfə çoxdur. Hə, bu zaman yük maşının getdiyi yolun 3 saat ərzində getdiyi yolla müqayisə edin. Yük maşının getdiyi yol 3 saat ərzində getdiyi yoldan 3 dəfə çoxdur. Niyə? Çünki bu 30'dur, bu 90'dır. Toplam oldu doğru cavabımız zaman B variantı. Şəklə əsasən hansılar körbucaqdır? Yoldaş şəklə əsasən dediyi üçün burada 90 dərəcəni görmək lazımdır. Bizə körbucaqlar lazımdır və biz cavab variantlarından buna giriş edirik bu suala. Deyir x, y, z körbucaqdır. Baxaq x, y, z-ə bax. X, y, z. Xeyr yoldaşlar bu 90'dır. Bunun qonşusu da 90'dır o zaman. 90'dan kiçikdirsə bu heç vaxt, bax söhbət bu bucaqdan gedir də bunu rəngiləyirəm. Bu bucaq körbucaq deyil. Bu 2 bucaqdır. Deməli bunu atdıq getdi. Sonra ikili olan variantda ABC ilə M ilə baxaq. Bax
ABC. ABC de gördüyümüz kimi 90'dan kiçikdir. Bax bu formada. Kiçik olduğu üçün deməli bu da itibizə. İkili olanları atdıq. O zaman aha, şəklə əsasən hansılar bizə deyir korbucaqdır? MNL. MNL bəli, dəqiq şəkildə bax 90-dan böyükdür deyənə bu nə olmuş olacaq? Bəli, korbucaq olmuş olacaq. Bir də X, Y, Z-ə baxaq, o da itibucaqdır da. Deməli bu da deyil. Doğru cavab o zaman burada oldu. B variantı 39-da. Keçirik 40-a. Deyir film saat 18:42-də başlayıb 90 dəqiqədən sonra qurtardı. Yoldaşlar, 18:42-də başlayan film 1 saat 30 dəqiqə davam elədi. Yəni 90 dəqiqə saata çevirsək 1 saat 30 dəqiqədir. Gəlirik bunun üzərinə. Eləyir bax 2, 7, 19. Hə, indi yoldaşlar, bax bu 72 deyə ola bilməz. Yəni 60 dəqiqədən yuxarı çıxa bilməz. Deməli bundan bir dənə 60 götürürük. Qoyuruq bunun üstünə. Olur 20. Bir dənə götürdük axı. 60. Yəni 72 dəqiqədən bir dənə neynədir? Götürdük. Saat götürdük. 1 saat 60 dəqiqəni götürdük. 12 qaldı. Oldu 20. 12. Doğru cavab B variantı 40'da. Sonra keçirik 41-ci suala. Deyir ki, onluq kəsiri hesablayın. Adicə sıradan bir onluq kəsirdi. Bax, 56-dan. Baxıram, vergüldən sonrakılar eynidirsə, vergüldən sonraki rəqəm sayı eynidirsə, bir dənə bundadır, bir dənə bundadır, bir dənə. 56-dan 23 çıx, üstünə 12 gəldi, rahat. 56-dan 23 çıxanda qalır 33, üstünə də 12 gələndə 45. 45 de 4,5. Doğru cevap D variantı. Sonra keçdik 42'ya. Deyir aşağıdakı bərabər ulduz işarəsinin yerinə hansı ədəd olmalıdır? Yoldaşlar, bu vurma daha qüvvətlidir deyənə normal yolda vurma birinci hesablanacaq. Sonra ikinci bu hesablanacaq. Üzərinə 9 gəlsin. İndi mən bunun əksin gedəndə isə birinci çıxmanı eləyəcəm. Yəni bu toplayıbsa mən bu çıxacam. Yəni 51-dən 9'u çıxarsan qalacaq 42. Sonra vurma idisə mən bunun tərs yolunu gedirəm axı. Vurmanı neynəyəcəm o zaman? 42-ni də 6-ya böləcəm, qalacaq 7. Deməli doğru cavab B variantı. Keçdik 43-ə. Dairə şəklindəki piroqu bərabər dilimə hərəsindən bir dilim olmaqla bir neçə uşaq arasında bölürlər. Hər uşağa dilimi deyir, hər bir uşağa düşən dilimin uyğun bucağının ölçüsü 60 dərəcə. Piroq neçə dərəcə arasında bölündü? Bərabər bölünmədən söhbət gedirsə, yoldaşlar, əgər bu 60 dərəcəli piroq verilibsə onlara, toplam çevrə bayaq dedik ki, 360 dərəcədir. 60 dərəcəyə böləndə neçə dənə uşağa verilməlidir? 6 dənə uşağa verilməlidir, 43. Sonra keçirik 44'ə. Deyir, piktoqramda bir mağazada bir gündə satılan meyvə şirələrinin sayı təsvir edilmişdir. Buna görə həmin mağazada satılan alma şirələrinin sayı ananas şirələrinin sayından nə qədər çoxdur? Yoldaşlar, bu verib bizə ki, bu 6'dır. Deməli, bir dənəsi 6'dır. 6, 6, 6, 6. Deməli, almanın toplamı 24 dənədir. Alma şirələrinin sayı deyir, ananas şirələrinin sayından nə qədər çoxdur? Bax, ananas şirələrinin də sayı bu 6, 6, bu da 3'dür. Yəni, indi burada sütun göstərməyib, burada sütunlarla göstərib ki, bax, bu formada. Aha, bu PDF-də tam olaraq görünmür. Yəni, onun yarı olaraq götürdük. Bu oldu 3. Deməli, 6, 6, o da 3. Toplam ananas oldu 12, o da 3, 15. 24, 15'dən nə qədər çoxdur? Deməli, 9 vahid çox olmuş olacaq. 45. Aşağıda kəsirdən biri digər üçünə bərabər deyil. Hansı kəsirdir? Yoldaşlar, bu %3'dür. %30'dur. 10'da 3'dür. 10'da 3'dür. Bax, 10'da 3. Bax, nə deyirəm buna? 10'da 3. Onluq kəsirdən 0 tam 10'da 3. Əla. Buna deyirəm %3. Baxın, elə buradan cavab artıq A olaraq çıxdı. Amma buna baxaq. Bu sıfırların ixtisarı deyə bayaq bir şey dedik də. 10'da 3 qaldı elə bunda da. Bu da olur 10'da 3. Bax, hansı bərabər deyil? Əlbəttə ki, A variantı o %3'dür. Keçirik 46-cı suala. Bir koordinat şəbəkəsində A nöqtəsindən başlayaraq yalnız sağa və yuxarı hərəkət və ya yuxarı hərəkət etməklə. Yuxarı hərəkət edəcəksə B-yə gələcəksən. Yoldaşlar, baxın, hansı yolla? Bir addım, 2 addım, 3 addım çıxdım bura.
Amma sağa da hərəkət edə bilirik. Bir addım, 2 addım, 3 addım gəldik. E'yə gəlmək üçün aşağı düşməliyik. Bizə demir axı burada. Deyir ki, sağa və yuxarı hərəkət edin. O zaman Y nöqtəsinə biz gedə bilmərik. Çünki aşağıya düşə bilmirik. İndi saat 13:15-dir. Saat 14:40 olana kimi saniyəni göstərən əqrəbi neçə dəfə dövrədir? Yoldaşlar, 13:15-də bax bu saatdır, bu dəqiqə əqrəbidir. Baxaq görək hələ burada neçə dəqiqə. Deməli, arada fərq var. 14:40-dan çıxıram 13:15-i. Burada qalır deməli 1 saat 25 dəqiqə. Düzdürmü? Normalda da belə götürsən, saata tamamlamaq üçün 14:00 buradır, 14:40 buradır, 40 dəqiqə buradadır, fərq. Bu tərəfə də baxanda deməli 15-dən 14:00-a çatmaq üçün də əlbəttə ki 45 dəqiqə. Düzdür, 40 dəqiqə, o da 45 dəqiqə, toplam eləyirik 85 dəqiqə. Bax 85 dəqiqə ərzində saniyə əqrəbi neçə dəfə dövr eləyir? Yoldaşlar, diqqətlə baxın. 1 dəqiqəmiz neçə saniyədir? 60 saniyədir. Düzdür? Baxın, 1 dəqiqəmiz 60 saniyədir. Yəni 1 dəqiqə tamamlananda saatın saniyə əqrəbi deməli nə edəcək? 1 dəqiqə tamamlananda 60 saniyə yol gedəcək. Yəni bu bir dövr hesab olunur. İndi 85 dəqiqədə də neçə saniyə var? Bax, nə edəcəksiniz? 85-i 60-a vuracaqsınız. İndi mənə dövrünü istəmir. Saniyə əqrəbinin dövrü nə qədərdir? 60-dır da. Elə 60-a bölündü. Bu 60-lar gedir, elə 85 olmuş olar. Deməli, doğru cavab 47-də C variantı. Hər bir dəqiqə, yəni saniyənin bir dövrüdür, saniyə əqrəbinin bir dövrü. Belə fikirləşin. 48. Bir velosipedçi 3 saat 36 kilometr yol qət etdi. Deməli, A məntəqəsindən B məntəqəsinə gedərkən 36 kilometr 3 saata yol qət edib. Sürəti bu velosipedçinin sürətindən 6 dəfə böyük olan motosikletçi. Deməli, bunun sürətini tapsam, mən 36-nı 3-ə bölərəm. Qaldı 12 kilometr bölünsün saat. Bunun sürəti oldu. Sürəti bu velosipedçinin sürətindən 6 dəfə böyük olan motosikletçinin nə qədər yol? Əlbəttə, sürəti böyükcə, deməli, çox yol gedər də. Sürətindən 6 dəfə böyükcə 12-dirsə, artıq 12-dən 6 dəfə böyük 72 kilometr bölünsün saat olacaq. 4 saata nə qədər yol gedər? 4 saata da 4-ü vuraram 72, eləcə 288. Doğru cavab 48-də B olmuş oldu. Keçirik 49-a. Deməli, deyir cədvəldə bir həftə ərzində geyim mağazası satılan köynəklərin sayı verilmişdir. Bu məlumatı Samir xətti diaqramla, Aynur sütunlu diaqramla təsvir etdi. Onlar hansı məlumat deməli düzgün təsvir ediblər? Bax, bu gələk baxaq görək. Xətti diaqramla deməli kim eləmişdi? Samir. Görək Samir düz eləyibmi? Bax, birinci gün 5 dənədir. Bu da 5 dənədir. Bəli. İkinci gün 4 dənədir. Bəli. İkinci gün 4 dənədir. Üçüncü gün 4'dür. Bəli. Dördüncü gün 7'dir. Bu da bəli. Beşinci gün 6'dır. Yox. Bax, bu gəlib 5 olmuş olur. Deməli, artıq bu yanlışdır. Keçdik köynəklə, deməli Aynurun indi diaqramına, Aynur da sütunlu diaqramdan göstərib. Baxırıq, birinci gün 5'dir. Düzdür. İndi tam görsənmir burada, onu siz öz kitabçanızdan görə bilərsiniz. Burada 4'dür, burada da 4'dür, düzdür. Burada 7 olmalı. Amma bu da gidib 6'nı göstərib. Deməli, bu da yanlışdır. O zaman hər ikisi yanlış göstərib. İndi bizə deyir ki, hansı düzdür? Heç biri. Doğru cavab D variantı. 50. Əli aldığı kitabı 5 dənə rəfə hər birində bərabər sayda olmaqla yığdı və rəfdə 7 kitab oldu. Əli cəmi neçə kitab almışdı? Məsələn, həlli üçün uyğun tənliyi yazın. Baxın, Əli aldığı kitablar hər birinə 7 dənə 5 dənə rəfə yığıbsa, 5 dənə bizim rəfimiz varsa və hərəsində də 7 kitab varsa, neyini? 5'i 7'ye vurup kitabların sayını tapalım. Amma bizə məsələn həlli üçün uyğun tənliyi istəyir. X dənə kitabımız var idi. 5 dənə rəfə yığırıq. Hər rəfdə də 7 kitab olur. Bitdi, getdi. X bölü 5 bərabər deyir 7'ye. Doğru cavab A variantı. Keçirik 51'ə. Deyir ki, ədədindəki 4 rəqəm mərtəbə qiyməti. Deməli, yoldaşlar,
51-ci sualda deyir ki, 4 rəqəminin mərtəbə qiyməti aşağıdakılardan hansıdır? 4 rəqəminin mərtəbə qiyməti 4-dən sonra, bax bu 4 dənə sıfırın yazılması ilə yaranacaq. 4-dən sonra da 4-dən 0, yəni 40.000 olmuş olacaq. Doğru cavab 51-də D variantı. Sonra keçirik 52-yə. 52-də deyir ki, boş xana yox nədir müəyyən edin. 4-də 3 dəqiqə neçə saniyədir? Bax, bayaq dedik ki, bundan əvvəlki suallarda 1 dəqiqəmiz 60 saniyədir. İndi o zaman biz bunu 60-a vurmalıyıq. 60 ilə 4 gedəcək, qalacaq 15. 15-i də 3-ə vuranda 45. Doğru cavab B variantı. Deyir ki, ABC bucağının tərəflərinə ayrılıq rəngləmişsən isə dairənin altında bir. ABC bucağı neçə dərəcədir? ABC bucağının tərəflərinə ayrılıq rəngləmişsə dairənin altında bir hissəsidir və ABC bucağı neçə dərəcədir? Bayaqlar dedik, dairə və çevrədir. 360 dərəcədir. 360 dərəcənin 6'da biri də elə 60 dərəcə olmuş olacaq. Bu da 6'da biri verib. Doğru cavab C variantı. Keçdi 54-də. Deyir ki, A 175'dir, qramdır. B də 270 qram olarsa, kütlələri bərabər olan kisələrin birinin çəkisi nə qədər olar? Deməli, A'ları verib, B'ləri də verib. Deməli, yoldaşlar, A'lardan 3 dənədir. Bax, 3'ü vuracaqsan 175'e. Üzərinə gələcəksin. 175 qram daxı biri A'lardan. Deməli, B'lərin biri 270'dir. Deməli, üzərinə 270'i də vuracaqsan. Bax, bir dənəsi 2 dənədir deyə. 2'yə. Bu elədir 540. Üzərinə gəlinsin. 3'ü də 175'e vuranda 525 eləyir də. 5, 1 yadda, 21, 22, 2 yazarım, 525, tamam, 525. İndi bunları toplayaram, 540'dan 525 toplayanda eləyir 1065. 1065'i də, yoldaşlar, neçə ikisi arasında bölməlisiniz? 3 dənə ikisi arasında, tarazlıqda da axı, 3 dənə. O zaman 3 dəfə, 3 üçün 9, qalır 16. 16'nı 3'e böləndə 5 dəfə, 5 üçün 15, 15'i də 3'e böləndə yenə 5 dəfə. Doğru cavab. Bizə nə istəyir? Birinin çəkisi nə qədərdir? 355 olmuş olacaq. Doğru cavab D variantı. Keçdi 55'ə. Deyir, Anarın cəmi 36 dənə maşını var. Dairəvi diaqram bu maşının rənglərinə görə bütün maşınların hansı hissəsini təşkil etdiyi təsvir olunur. Anarın hər rəngdə neçə maşını var? 36'nın 3'də 1'i nitər tapılır uşaqlar. 36'dır. 3'də 1'i 36'nı 3'ə bölüb 1'ə vuranda 12 eləmiş eləyir. 3'də 1'i 4'də 1'i 36'nın 4'də 1'i də 9 eləmiş eləyir. Yəni 1'ə vurub 4'ə bölsən 9 eləyir. 36'nın 6'da 1'i 6 eləyir. 36'nı 1'ə vurub 6'ya bölürsən. 36'nın da yenə də 4'də 1'i gördük 9 eləyir. Həqiqətən 9, 18, 18, 36 dənə. İndi gəlin baxaq. Qırmızı 9, 12 dənə. Qırmızı 12 anı. Yəni çox da qırmızı deyil o. Yəqin ki narıncı. Bu narıncıdır. Bu sarıdır. Bu göydür. Bu da deməli bozdur. Bozda deyir. Bax bozda 9 dənə. 9 dənə boz. 12 dənə boz. A variantı getdi. 12 dənə boz. D variantı da getdi. Deməli 6 dənə sarı. Düzdür. 12 dənə sarı deyir. Xeyr, bu səhvdir. Deməli qalır 6 sarı. Həqiqətən də 6 tapmışıq. 9 göy. 9 dənə göy. Bəli. 9 dənə boz. 12 dənə narıncı. Tamam. Doğru cavab oldu. B variantı. 56. Deyir 27 il əvvəl Aysel'in 14 yaşı var idi. Bax təsəvvür edin Aysel'in 14 yaşı var idi. Amma hal-hazırdakı vəziyyətdən 27 il əvvəlki. Deməli sən nə etməlisən? 14'ün üstünə 27'ni gəlməlisən. Bu eləyir 41. Deməli elədi 41 yaşı var idi. 7 il sonra Aysel'in neçə yaşı olacaq? Bax bir dənə də 7 il üzərinə gəlsən eləyəcək 48 yaş. Deməli cavab 48. Sonra 100'lere kadar yuvarlaştık. 500'e beraber olan en büyük en küçük edilen cəmi tapın. Yoldaşlar 100'lere kadar yuvarlaqlaşdıranda 500 alınan ədədlərdən en büyüğü üstünə deməli 49 gəlməklə alınır. En kiçiyi isə 50 çıxmaqla alınır. Bunu qayda olaraq yadınızda saxlayın. Yəni 549 bir də 450. Bax həqiqətən də 100'lere kadar yuvarlaqlaşdıranda bunu yuvarlaqlaşdırsam 500 alınacaq.
Bunu yuvarlaqlaşdırsam yüzlüklərə qədər bir vahid artıb yenə 500 olacaq. Yəni bunu 449 götürsəz olmaz. 450-dir bu. Hə. Deməli indi 549-dan 450. Bizə deyir ki, bu ədədlərin cəmini tapın. 549-la nəyin cəmini tapacağım? 450-nin. Deməli 9 9 9 999. Keçdik. Hər 8-ci sual. 318 ədədindən əvvəl gələn ilk iki ardıcıl cüt ədədin cəmi ən böyük rəqəmli cüt ədəddən nə qədər azdır? 318 ədədindən əvvəl gələn ilk iki ardıcıl cüt ədədin cəmi. Yəni 316, bax 318-dən əvvəl gələn cütlər 316 ilə 314-dür. Bunların toplamı eləyir 630. İlk iki ardıcıl cüt ədədin cəmi ən böyük üç rəqəmli cüt ədəddən. Ən böyük üç rəqəmli cüt ədəddə 998 olacaq. Üç rəqəmli cüt ədəd nə qədər azdır? Çıxacam 630-u, qalacaq 8, 6, 3. 368 vahid az imiş. 59. Düzbucalı formasında bağçanın uzunluğu 12, uzunluğu 12-dir. Sahə 96-dırsa, bax 96-nı 12-yə bölüb eni tapa bilərsən. Bu eləyir 8. Bura oldu 8. Deməli bu bağın bütün tərəfləri 2 metr artırıldı. Bu bağın tərəfləri 2 metr artırıldı. Yəni artıq 14 ilə 10 olmuş oldu. İndi deyir buna görə yeni ərazinin perimetri neçə metr oldu? Yeni ərazinin perimetri P bərabərdir 2 vurulsun. Düzbucağın perimetri tərəflərini toplayıb 2'ye vurursunuz. O zaman buradan eləyir 24. 24 də vurursunuz 2 eləyir 48. Toplam deməli ərazinin perimetri neçə metr oldu deyir. Sonra 60-cı sual. 60-cı tənliyi həll edin. Yoldaşlar birinci 80'i 2'ye vuraram 160. 160'dan 120'ni çıxaram. Qaldı 40. Yəni x bölünsün 10 bərabərdir 40-dırsa x də bərabərdir 40'ı vuraram 10'a elə deyir 400. Belə, yoldaşlar özünüzdən müğayət olun. İnşallah növbəti imtahanlarda görüşənədək. Qeyd edim ki, kanala abunə olub bəyənsəz çox gözəl olmuş olar. Çox sağ olun. Özünüzdən müğayət olun.